Qısa bir fasilədən sonra iş vaxtının ikinci hissəsi ilə qarşınızdayıq, hörmətli tamaşaçılar. Yaxın bir saat ərzində siyasi mövzular da gündəmimizdə olacaq. Təbii ki, sosial mövzulardan da danışacağıq. Nələrdən ibarətdir bunu? Əsas başlıqlarımızdan öyrənək. Tehran, Amerika Birləşmiş Ştatlarının ziddiyyətli mövqe sərgiləməsinin danışıqlara əngəl olduğunu deyir. Ekspertlər isə hərbi qarşıdurmada ölkələrin maraqlı olmadığı qənaətindədir. Danışıqlar nəticə verəcəkmi? Bankların postterminallara görə yüksək komissiya haqqı təyin etməsi istehlakçı qiymətlərinə təsir edir. Pərakəndə ticarətdə qiymətlərin azalması üçün hansı addımlar atıla bilər? Süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti dayandırıldı. İstifadə etdiyimiz ağartı məhsulları nə dərəcədə keyfiyyətlidir? Rəsmi qurum nümayəndəsi suallarımıza cavab verəcək. Xəbərlərimizdən davam edək. Xarici İşlər Naziri Ceyhun Bayramov Sloveniyalı həmkarı Tanya Fayonla təkbətək görüş keçirib. Bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib. Müzakirələr zamanı əsas diqqət siyasi əməkdaşlığın dərinləşdirilməsi, perspektivləri və ticarət, eyni zamanda investisiyaların artırılması, çoxtərəfli platformalarda qarşılıqlı dəstək olub. 12 apreldə Antalya Diplomatik Forumu zamanı Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri arasında keçirilən görüş gündəmdən düşmür. Belə ki, Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın tədbir çərçivəsində Türkiyə kütləvi informasiya vasitələrinə müsahibəsindəki bəzi açıqlamalar xüsusi vurğulanıb. Mirzoyan deyib ki, rəsmi Bakı və İrəvan uzun illər davam edən münaqişədən sonra sülh sazişinin mətnini razılaşdıra bilər. Bu vacib məsələdir və bunu nəzərdən kənarda qoymaq fikrində deyiləm. Bu həm də ümumi Ermənistan və Türkiyə dialoqunun bir hissəsidir. Sülh sazişi layihəsinin mətnini razılaşdıra bilmişik və imzalanmağa tam hazırdır. Mən deyərdim, bu tarixi hadisədir, görünməmiş bir hadisədir deyən nazir bildirib. Həmçinin Mirzoyan xatırladıb ki, nizamlanma prosesində Rusiya, Birləşmiş Ştatlar və Avropa İttifaqı da daxil olmaqla çox saylı vasitəçilər və yardımcı tərəflər iştirak edib. Lakin Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, ən yaxşı nəticələrə məhz birbaşa iki tərəfli dialoq formatında nail olunub deyə Mirzoyan vurğulayıb. Tehran qonşu ölkələrlə mehriban münasibətlərə sadiqdir və Bakı ilə İrəvanın sülhə nail olmasına dəstək verməyə hazırdır. İranın Xarici İşlər Nazirinin müavini Məcid Təxt Rəvançi bu fikirlə çıxış edib. O, regional sabitlik üçün Ermənistan və Azərbaycan arasında sülh sazişinin vacibliyini vurğulayıb və hər iki dövləti gələcəyə fokuslanmağa çağırıb. Tehran rəsmisi qeyd edib ki, dinc gələcəyi təmin etmək üçün qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan regional əməkdaşlıq vacibdir. Ukrayna prezidenti Volodimir Zelenski növbəti müraciəti zamanı Birləşmiş Ştatlarla iqtisadi tərəfdaşlıq sazişinə dair açıqlama verib. O, danışıqlarda yaxşı nəticələr əldə etdiklərini dilə gətirib. Öz növbəsində Ukraynanın İqtisadiyyat Nazirinin müavini Taras Kaçka isə qeyd edib ki, Ukrayna və Birləşmiş Ştatlar faydalı qazıntılar haqqında saziş üzərində iş çərçivəsində artıq bugün aralıq sənədi imzalaya bilərlər. Bununla belə, o bu həftə sənədin yekun mətninin hələ olmayacağını deyib. Xatırladaq ki, fevralda Ukrayna və Birləşmiş Ştatlar nadir torpaq elementləri haqqında çərçivə sazişini imzalamağı planlaşdırsalar da, fevralın 28-də Ağ Evdə görüş zamanı Zelenski və Tramp arasında münaqişə səbəbindən bu baş tutmamışdı. Baş nazirin birinci müavini Sviridenko bu barədə məruzə edib. Əsas hüquqi məsələlər demək olar tamamlanıb. Bundan sonra hər şey eyni sürətlə və konstruktiv şəkildə irəliləsə, saziş hər iki ölkəmizə iqtisadi nəticələr verəcək. Həm Ukraynaya, həm də Amerikaya. Ukrayna tam və qeyd şərtsiz atəşkəsə razılaşıb. Rusiya da eyni şeyi etməlidir. Bunu Finlandiya prezidenti Aleksandr Stubb X sosial şəbəkəsində yazıb. Prezident Volodimir Zelenski ilə danışıqlar apardığını qeyd edən dövlət başçısı Ukraynalı həmkarını dostu adlandırıb. O, həmçinin Kiyev rəhbəri ilə ünsiyyətdən həzz aldığını da vurğulayıb. Onun sözlərinə görə Ukrayna atəşkəslə razılaşdığı üçün Rusiyaya da müraciət edib. Aleksandr Stubb əlavə edib ki, Finlandiya və Ukrayna ədalətli və davamlı sülhə nail olmaq üçün səylərini davam etdirirlər.
Davam edək digər xəbərlərimizdən. İsrail may ayında İranın nüvə obyektlərinə zərbə indirməyi planlaşdırırsa, Birləşmiş Ştatlar prezidenti Donald Trump belə bir addımı dəstəkləmədiyi üçün o bundan imtina edib. New York Times qəzeti mənbələrə istinadən xəbər verir ki, Netanyahu hökuməti Birləşmiş Ştatların hücumun hazırlanmasında fəal iştirak edəcəyini və İsraili İranın mümkün cavab zərbəsindən qoruyacağına əmin idi. Hücum vasitəsilə Tehranın nüvə silahı hazırlamaq səylərini ən azı bir il iflic etmək nəzərdə tutulurdu. Lakin nəşrdə qeyd olunduğu kimi Trump İranla fikir ayrılıqlarının diplomatik həlli kursunu seçib və aprelin əvvəlində İsrailə Birləşmiş Ştatların İslam Respublikasına qarşı hərbi əməliyyatın keçirilməsini dəstəkləməyəcəyi barədə məlumat verib. Amerika lideri də bu məsələni Vaşinqtonda İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündə qaldırıb. Belə, elə son təqdim etdiyimiz xəbərlər üzərindən də bir qədər sonra xüsusi olaraq danışacaq. Bu məsələni müzakirə edəcək yenilənən məqamlar var. Təbii ki, gələn açıqlamalar üzərindən elə Birləşmiş Ştatlar İran demişkən, bu iki tərəf arasındakı danışıqlar ərəfəsində rəsmilərin açıqlamaları da diqqət mərkəzindədir. Çünki tərəflər dialoqun mümkünlüyünə işarə etsələr də məqsədlər olduğu kimi qalmır. Çünki Trump administrasiyası daxilində razılaşma əldə etmək üçün kompromisə getməyə hazır olanlarla sərt təzyiqin tərəfdarı olanlar arasında bir fikir ayrılığı yaranıb. Bunlar nədən ibarətdir, izləyək. Birləşmiş Ştatlarla İran arasındakı danışıqların növbəti raundu ərəfəsində tərəflərdən açıqlamalar gəlib. Tehran müəyyən razılaşma çərçivəsində müzakirələrin başlanacağına ümid edir. Bunu İranın Xarici İşlər naziri Abbas Araqçı deyib. Onun sözlərinə görə bunun üçün qarşı tərəfin də konstruktiv mövqe ilə çıxış etməsi lazımdır. Nazir Birləşmiş Ştatlar rəsmilərinin ziddiyyətli mövqe sərgilədiyini və bunun danışıqlara əngəl törətdiyini vurğulayıb. Bununla belə Tehran Vaşinqtonun real fikirlərini öyrənmək istəyir. Paralel olaraq da Birləşmiş Ştatlardan danışıqlara reaksiya gəlib. Ağ Evdən verilən məlumata görə Donald Trump İranla dialoqa açıqdır. Prezident mövzu ətrafında Oman Sultanı Heysəm bin Tarıqla telefon danışığı aparıb. Vaşinqtonun əsas hədəfi İranı nüvəsizləşdirməkdir. Ölkə Tehranın uranı saflaşdırmasının qarşısını almaq istəyir. Bu məqsədlə Ağ Ev maksimum təzyiq kampaniyasını davam etdirir. Lakin Araqçı son açıqlamasında uranın saflaşdırılması məsələsinin müzakirə gündəmi olmayacağını bildirib. Ekspertlərin fikrincə tərəflərin sərt mövqelərinə baxmayaraq diplomatik danışıqlarda irəliləyiş görmək mümkün ola bilər. Çünki hazırda ölkələr hərbi qarşıdurmada maraqlı deyillər. Düşünürəm ki, sonda hər iki tərəf sərt ritorikanı azaltmalı olacaq. Bu, diplomatik irəliləyiş üçün yeganə yoldur. Aralarındakı dərin fikir ayrılığına baxmayaraq bir qədər nikbinəm. Çünki Trump əslində geniş miqyaslı regional müharibə istəmir. O, tarixən əvvəlki administrasiyaları Amerika Birləşmiş Ştatlarını sonu görünməyən müharibələrə cəlb etdiklərinə görə tənqid edib. Digər tərəfdən İran da siyasi və diplomatik irəliləyişə ciddi yanaşır. Çünki ölkənin iqtisadiyyatı çox ağır vəziyyətdədir. Üstəlik, İran nə Amerika Birləşmiş Ştatları, nə də İsraillə müharibəyə cəlb olunmaq istəmir. Hələlik hər şey başlanğıc mərhələsində olsa da hesab edirəm ki, buzlar artıq qırılır. Donald Trump İranla nüvə sazişinin müzakirəsi üçün administrasiya daxilində də müşavirə keçirib. Maraqlısı budur ki, toplantıda iki fərqli mövqe ortaya çıxıb. Vitse-prezident Vance və xüsusi nümayəndə Witkoff diplomatik həmlələrdən yana olublar. Onların fikrincə, Tehranla razılıq əldə etmək üçün müəyyən güzəştlərin edilməsi qaçınılmazdır. Dövlət katibi Marco Rubio və təhlükəsizlik müşaviri Mike Waltz isə daha sərt mövqeyin qoyulmasını istəyiblər. Maksimalist yanaşmanın tərəfdarları İranın yalnız ciddi təzyiqlər altında geri çəkiləcəyi fikrini müdafiə ediblər. Analitiklərin sözlərinə görə administrasiya daxilində fikir ayrılıqları olsa da, Trump hələ ki növbəti günlərdə də danışıqlar prosesini dəstəkləyəcək. Amma bu diplomatiya daha radikal formada aparılacaq deyə düşünürəm. İranı məhz bu anlaşma, təqdim edilən anlaşmaya razı salmaq üçün həm diplomatik müstəvidə təzyiq ediləcək, həm retorik müstəvidə sərt bəyanatlar veriləcək. O cümlədən İranın ətrafında hərbi kontingentin artırılması, yəni, dolayısıyla rəsmi Tehrana təzyiq ola biləcək bütün variantlara atılması istiqamətində addımlar atılacaq və məqsəd dediyim kimi sırf İranı bu anlaşmaya məcbur etməkdir. Qeyd edək ki, aprelin 12-sində Omanın paytaxtı Maskatda tərəflər arasında İranın nüvə proqramı ilə əlaqədar müzakirələr keçirilib. Danışıqların növbəti raundu aprelin 19-una təyin edilib.
Bəli, aprelin 19-da Maskatda növbəti görüş planlaşdırılır. Ancaq az öncə də təqdim etdim ki, New York Times bir məlumat tirajladı ki, İsrail hücum planı hazırlayıb və 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırır. Ancaq nədənsə, təbii ki, Donald Trumpın razılığı olmadığı üçün məhz bunu həyata keçirə bilməyib. Amma əslində əsas məqsəd nə idi və elə Birləşmiş Ştatlarla İran arasındakı məsələni bir qədər müzakirə edək. Çünki yeri gəlmişkən İranın nümayəndəsi də artıq Moskvada səfərdədir və görüşlərdə keçirilir. Bunun təsiri olacaqmı Maskatdakı görüşə? Ona bir qədər müzakirə edək. Studiya qonağımız var. Siyasi şərhçi Aytən Qurbanova bizimlədir. Xoş gəlmisiniz Aytən xanım. Xoş gördük Aynur xanım. New York Times belə bir təhlillə çıxış edib ki, güya bir müddət bundan öncə İsrail təbii ki, Birləşmiş Ştatlarla razılaşdırıb əvvəlcə bu məsələni ki, mayda məhz İrana hücum eləsinlər, nüvə ilə bağlı məsələdə razılığa gəlməsə. Daha sonra Trump fikrini dəyişib və deyib ki, biz bu məsələni danışıqlar yolu ilə həll edə bilərik, təzyiqə ehtiyac yoxdur deyə. Yəni, söhbət təbii ki, silah zoru ilə təzyiqdən gedir. İsrailin təbii ki, belə görürük ki, heç də ürəyincə olmuyor bu addım, yəni Trumpın öz fikrindən geri qayıtması məsələsi. Trump həqiqətən nəyəsə güvənir ki, belə çıxır onda, bu məsələnin danışıqlar yolu ilə həll edəcəyinə mi inanır? Gəlin bir ümumi bir xüsusi yanaşaraq məsələni təhlil edək. Ümumi yanaşdıqda Trump administrasiyası dövründə onsuz hərbi qarşıdurmanın olması proqnozlaşdırılmırdı. Çünki daha sadə və primitiv dildə ifadə etsək, hər zaman dedik ki, Trump dünyanı biznes düşüncəsi ilə idarə etməyə çalışır və heç də münaqişələrin tərəfdarı deyil. Amma axırıncı açıqlamasında dedi ki, Aytən xanım, yəni İran bundan razılığa gəlməsə, yəni bizə razılıq verməsə, biz İranın nüvə obyektlərini hədəf alacağıq. Diqqət edirsiniz ki, Trumpın ritorikasında tərəfdaşlıq, çəkindirmə və təhdid dili ilə ifadə olunur. Amma etməz deyirsiniz. Bəli, etməz. Yəni, bütün dövlətlərə münasibətdə təhdid dilindən istifadə edir. Bu, biraz da Amerika Birləşmiş Ştatlarının hegemon fövqəli dövlət statusu ilə bağlı yaratmağa çalışdığı obrazdan irəli gələn bir yanaşmadır ki, o bütün maraqlarını bu istiqamətdə kamuflaj edir ki, biz xahiş etmirik, biz bunu tələb edirik və tələblər yerinə yetirilməlidir. İran tərəfi bu tələbləri aqressiv ritorika ilə cavablandırdığı üçün düşünürəm ki, görüşlərin birinci raundunda əldə olunmuş razılıqlar artıq Trumpın ritorikasında da müəyyən dəyişikliklər gətirib çıxartdı ki, Netanyahu ilə görüşdə həm Suriya məsələsi ilə bağlı, həm də ümumilikdə Orta Şərqlə bağlı verdiyi mesajlar heç də İsrailin maraqları ilə üst-üstə düşən yanaşmalar deyildi. Hətta Türkiyənin mövqeyinin dəstəklənməsi, Ərdoğanın, cənab Ərdoğanla bağlı müsbət fikirlərin səsləndirilməsi, bunlar ilk məsələ idi. Digər istiqamətdə İranla bağlı da dəyişiklik yolunu göstərir ki, Orta Şərqdə yeni hərbi qarşıdurma Amerika Birləşmiş Ştatları üçün, ən azından Trump administrasiyası üçün bugünkü gündə prioritet istiqamət deyil və tərəfdaşlığın və əməkdaşlığın davam etdirilməsi tərəfdarıdır. Bu hansı istiqamətdə olacaqdır? İlkin mərhələdə olan tələblər nə idi? Nüvə proqramının tamamilə ləğv edilməsi ilə bağlı. Bugün İsrailin də əsas tələbi onunla bağlıdır ki, İran nüvə proqramını tamamilə ləğv etməlidir. Amma biz sonraki mərhələdə keçirilən ilk görüşün, şənbə günü görüşündən sonra verilən bəyanatlara diqqət etsək, nüvə proqramının deyil, nüvə silahını əldə etməklə bağlı iddialarından əl çəkmək daha çox ön plana çıxarılır. Bu deməkdir ki, onsuz nüvə proqramını davam etdirəcək və 2015-ci il çərçivə sənədində əldə olunmuş razılıqların bir başqa variantında, bir başqa nümunəsində uranın zənginləşdirilməsi ilə bağlı İranın atdığı addımların dinc məqsədlərə xidmət etməsi ilə bağlı öhdəlik yenə gündəmə gələcək. Qarşılıqlı olaraq da Qərb dövlətləri, xüsusilə Amerika Birləşmiş Ştatları İrana münasibətdə sanksiyaların yumşaldılması ilə bağlı hər hansısa bir öhdəlik götürə bilər. Aha, amma bu arada elə Trumpdan nümunə çəkdik. Witkoffun da bir sərt açıqlaması var ki, yəni istənilən halda razılaşma olmalıdır İran tərəfdən. Yəni çünki bunu Birləşmiş Ştatlar bu formada tələb edir. Əks təqdirdə davranış başqa cür olar deyə. Bütün bunlardan biz onda belə bir nəticə ilə sizin də qeyd elədiyiniz kimi Birləşmiş Ştatların siyasətidir bu. Yəni hansısa bir kompromisə getmir. Ultimatumdan amma çıxış eləyir. Yəni bunun da nəticəsini biz görəcəyik mi? Yəni Maskatdan siz onu gözləyirsiniz o görüşdə mütləq formada İran geri addım atacaqmı? Birləşmiş Ştatlar hansı şərti qoysa belə. Çünki xatırlayıram Witkoffun sonuncu olaraq bir açıqlaması vardı ki, biz uranın zənginləşdirilməsi ilə bağlı İrana 3,67% səhv etmirəmsə zənginləşdirilmə 1% müəyyənləşdiriblər. Bu İran üçün çox aşağı bir rəqəm deyilmi? Əslində bununla bağlı müəyyənləşdirilmiş faiz nisbətinin ölçülməsi ya da şəffaf hesabatlıqla bağlı son illərdə heç bir müşahidə olmadığı üçün onsuz hansı nisbətdə İran bu addımlar atıb? İndiyə qədər elə istədiyi qədər istehsal edib. Hətta Trump administrasiyası hakimiyyətə gəlməzdən öncə Bidenin hakimiyyətinin son illərində belə deyilmişdi ki, 95-96% İran artıq nüvə başlıqlarına sahibdir və bununla bağlı bir çox ehtimallar və ssenarilər var ki, İranın 3-5 nüvə başlığına sahib olması ilə bağlı iddialar var. Təbii ki, bunlar təsdiqini tapmış məlumatlar deyil, sadəcə iddia olaraq qalır. Amma hər bir halda onsuz o götürülən öhdəliklər və faiz nisbəti ilə bağlı İrana qarşı qoyulan tələblər yerinə yetirilmir və bununla bağlı şəffaf hesabatlıq İran tərəfindən təqdim olunmadığı
üçün hər hansısa bir formada buna nəzarət ya da müdaxilə mexanizmi də yoxdur. Amerika Birləşmiş Ştatları hansı istiqamətdə bu addımları atacaq ya da İrana münasibətdə düşünürəm ki, İran da bugün Amerika ilə qarşı durma tərəfdarı deyil, İsrail ilə də qarşı durma tərəfdarı deyil və ona görə də danışıqların davam etdirilməsi hər iki tərəf üçün arzu olunan yanaşmadır. Çünki qlobal sistemdə kifayət qədər təlatümlü bir mərhələdən keçid edir dövlətlər. İqtisadi böhranla bağlı proqnozlar kifayət qədər negativ abu-hava onsuz formalaşdırıb. Orta Şərqdə proseslər tamamilə yekunlaşdırılmayıb. Suriya məsələsində İran onsuz kifayət qədər çox zərbə aldı və öz proksi qüvvələrinin təsir mexanizmlərini itirdi. Eyni qaydada Həmasla, Hizbullahla olan məsələlərdə və bugünkü məqamda tamamilə öz gücünü, potensialını Amerika ilə ya da İsrail ilə yeni bir hərbi qarşı durmaya yönləndirmək istəyərmi? Xeyr. Düşünürəm ki, vaxt qazanmaq da İran üçün əlverişli yanaşmalardan biridir ki, ən azından bugün Amerika Birləşmiş Ştatlarının tələbləri yerinə yetirilsin. Yəni, nüvə silahına sahib olmaqla bağlı iddialı çıxışlardan əl çəkilsin, amma nüvə proqramı davam etdirilsin və növbəti mərhələdə qazanılan bu vaxt çərçivəsində İran başqa bir strategiya, başqa bir strategiya formalaşdıra bilər. Sərt ritorikanın səbəbləri də bununla bağlıdır ki, Amerika Birləşmiş Ştatları istənilən mərhələdə İran bu addım atsa, biz mövqeyimizdən geri addım atmayacağıq və İran heç bir halda nüvə silahına sahib ola bilməz. Hətta İsrailin Liviya modelini təqdim etməsi ilə bağlı məsələlər də son günlərdə müzakirə olunur ki, Qəddafi hakimiyyəti dövründə də bilirik ki, Liviya nüvə başlıqlarına sahib idi, nüvə proqramına sahib idi və Qərb dövlətlərinin, xüsusilə Böyük Britaniyanın təşəbbüsü və vasitəçiliyi ilə bu proqramdan imtina etmişdi və ona hakimiyyətinin təhlükəsizliyi ilə bağlı zəmanət verilmişdi. Sonraki mərhələdə baş verən proseslər onu göstərdi ki, bu zəmanət heç bir halda özünü doğrultmadı. Və bugün bu model əgər İrana təqdim olunursa ki, daha əvvəldə Şimali Koreyaya da təqdim olunmuşdu və eyni cavabla qarşılaşılmışdı ki, Qəddafinin nəticəsi yenə də bizi gözləyə bilər. Şimali Koreya lideri Kim Chen Un da bu bəyanatla çıxış etmişdi və düşünürəm ki, İran tərəfinin də mövqeyi bu istiqamətdədir ki, Qərbin verə biləcəyi təhlükəsizlik zəmanəti İrana ola biləcək hər hansısa bir təhdidləri minimallaşdırmır. Ona görə də belə bir zəmanətdən daha çox ilkin şərtlərin qəbul olunması və uran zənginləşdirilməsi ilə bağlı güya dinc məqsədlər üçün atılacaq addımların dəstəklənməsi istiqamətindədir. Təbii ki, bunun zəmanətini də heç kim verə bilməz ki, İran hansı istiqamətdə addım atacaq və uran zənginləşdirilməsi istər region üçün, istər qlobal sülh üçün hansı təhdidləri formalaşdıracaq. Amma bugünkü gündə Amerikanın da, İranın da ortaya qoyduğu mövqe onu göstərir ki, hər iki tərəf nə qədər yüksək tonda çıxış etsə də, eyni qaydada, arxa pərdədə hərbi əməliyyatlardan çəkinir. Mütləq formada. Bu arada Aytan xanım, maraqlı məsələlərdən biri nə idi? Birləşmiş Ştatların İrana uran zənginləşdirməsindən bağlı təkliflərindən biri olduğu deyilir ki, indiyə qədər, siz də qeyd etdiniz, bir 90%-ə qədər zənginləşdirib İran. Yəni, əldə etdiyi o ehtiyatları Birləşmiş Ştatlar İrandan tələb edib ki, indiyə qədər əldə etdiyini qanunun kənar formada üçüncü bir ölkəyə, bu da ki, Rusiyadır, ona verməlisən deyə bir təklif var. Burada da Ukrayna modeli var. Yəni, burada da elə o məsələ də var və sizcə, yəni, İran buna razılıq verərmi? Düşünmürəm və Ukrayna ilə İranı biz müqayisə edə bilmərik. Çünki Ukrayna Rusiyanın tərkibində olmuş bir dövlətdir. İran isə kifayət qədər böyük tarixə, dövlətçilik tarixinə sahib olan, imperialist çıxışları olan, hətta imperiya keçmişi olan bir dövlətdir ki, o Rusiyanın tabeliyində ya da Rusiyanın nəzarəti altında nüvə proqramı ilə bağlı ya da hər hansı bir siyasi kursu ilə bağlı addım atılmasını dəstəkləyəcək yanaşmaya sahib olarmı düşünmürəm. Amma Rusiya ilə aralarındakı münasibət də yaxşıdır. Yəni, müvəqqəti Birləşmiş Ştatları idarə edib də belə bir razılığa gələ bilərmi? Düşünmürəm, bu kifayət qədər çox nüfuz itkisi də deməkdir. Ona görə də ilkin mərhələdə belə bir istiqamətdə razılığın əldə olunması o deməkdir ki, birinci olaraq İran nüvə başlıqlarına sahib olmaqla bağlı ittihamları qəbul edir. Yəni, bu onsuz İran üçün yetəri qədər təzyiqlərə açıq qapı deməkdir və ona görə də bu istiqamətdə hər hansı bir addımın atılacağını düşünmürəm. Amma Rusiyanın vasitəçiliyi ilə, Amerika Birləşmiş Ştatları ilə ya da Qərblə hər hansısa bir formada nüvə proqramı ilə bağlı razılaşdırma əldə oluna bilərmi? Bəli, çünki 2015-ci il çərçivə sənədinə nəzər yetirsək, biz orada Rusiyanın ya da digər region dövlətlərinin iştirakını görmürük. Orada ən əsas BMT Təhlükəsizlik Şurasının 5 daim üzvü və Almaniya iştirak edir. Digər qarşı tərəfdən isə İran. Ola bilər ki, növbəti bir sazişdə Rusiya da tərəf qismində çıxış etsin və Rusiyanın verə biləcəyi hər hansısa bir zəmanət İran üçün etibarlı bir yanaşma ifadə etmiş olsun ki, onda Amerika ilə ya da digər Qərb dövlətləri ilə nüvə proqramı ilə bağlı razılığa geçsin. Amma nüvə başlıqlarına sahib olmaqla bağlı birinci ittihamın qəbul edilməsi, sonra bu uranın zənginləşdirilməsi ilə bağlı əldə olunmuş nailiyyətlərin Rusiya tamamilə ötürülməsi bu gün üçün İran tərəfindən qəbul ediləcək yanaşma deyə düşünmürəm. Digər tərəfdən bu yenə də qeyd edirəm. Onun üçün böyük bir nüfuz itkisi var. Çünki İran regional lider olmaq iddiasında olan bir dövlətdir. Amma başqa bir təklifi var İranın ki, bizim son 4 il ərzində əldə etdiyimiz o uran ehtiyatlarımız
üçüncü bir ölkəyə deyil də, MAGATE olan Beynəlxalq Atom Enerjisi Mərkəzinə onlara həvalə olunsun. Daha doğrusu onların nəzarəti ilə İranın özündə qalsın. Buna səbəb kimi gətirir ki, Birləşmiş Ştatlarda növbəti administrasiyaya qarşı bir növ müdafiə xarakterli bizdə qalmağı önəmlidir deyə, yəni qalmalıdır deyə bir İranın da açıqlaması var. Aynur xanım, yenə də çərçivə sənədinin müddialarına geri qayıdırıq. Çərçivə sənədində də eyni qaydada beynəlxalq nəzarət altında İranın uran zənginləşdirilməsi ilə bağlı atdığı addımların dinc məqsədlər üçün həyata keçirildiyi ilə bağlı müşahidə həyata keçirilirdi və bu İran tərəfindən də qəbul edilmişdi. Nə vaxta qədər 2018-2019-cu ildə Trumpın birinci prezidentliyi dövründə Trump çərçivə sənədindən geri çəkildiklərini bəyan etdi. Və bundan sonra qısa bir müddətdə 10-11 ay, hətta bir il ərzində bu beynəlxalq beynəlxalq komissiyanın müşahidəsi ilə bağlı İranın götürdüyü öhdəliklərdən imtina etdiyini biz gördük. Çünki əgər qarşı tərəf Amerika Birləşmiş Ştatları çərçivə sənədindən çıxırsa, İran da müşahidə ilə bağlı bütün razılıqlardan imtina edir və ona görə də uran zənginləşdirilməsi ilə bağlı heç bir hesabatlıq ya da nəzarəti qəbul etmir. İndi yenə çərçivə sənədinin müddiaları kontekstində yeni bir beynəlxalq nəzarət İran üçün qəbul edilə bilər. Amma belə görünür ki, İran MAGATE-yə də arxayındır. Yəni, əməkdaşlıqları gizli bir formada ola bilər. Nəyə görə bunu deyirəm? Həm də Aytən xanım sözümün canı da var. Dünən MAGATE-nin rəhbəri İrana gedib. Orada da görüşlər keçiriblər. Nə əcəbsə bu məsələ, xüsusən də, üzr istəyirəm, aprelin 19-unda Maskatda keçirilən görüşdən öncə İrana səfər ediblər və az öncə qeyd elədiyim məsələ var ki, Birləşmiş Ştatların tələbi var, indiyə qədər əldə elədikləri o uran ehtiyatlarını. Ola bilərmi ki, elə Maskat görüşündən qabaq MAGATE-nin rəhbəri də ondan görüşdün ki, buna biz də nəzarət eləməliyik. Daha doğrusu Maskatdakı görüşdə biz də iştirak etməliyik. Bu özünün də rəsmi açıqlamasıdır MAGATE rəhbərinin ki, çünki biz buna nəzarət eləyəcəyik. Ona görə biz özümüz də orada olmalıyıq. Yəni sadəcə olaraq Birləşmiş Ştatlarla İran arasındakı görüş olmamalıdır. Ona görə deyirəm ki, ola bilərmi ki, məsələ İranla MAGATE arasında gizli bir razılaşma olsun uranın saxlanılması ilə bağlı? Mümkündür. Əlbəttə ki, bu heç bir halda istisna edilmir. Çünki MAGATE-nin bu sahədə ən əsas ixtisaslaşmış təşkilat olduğunu nəzərə alsaq və bu institutun nəzarəti mütləq xarakteri daşıyır. Çünki 67-ci il müqaviləsi ki, 68-ci ildə ratifikasiya olunub və ona nəzarət etmək məsələ həmin institusional qurumun MAGATE-nin vəzifə səlahiyyətlərinə, missiyasına aid olan yanaşmadır və İran da bu sənədi imzalamış tərəf olaraq onsuz nüvə proqramına sahib olmayacağını, nüvə başlıqlarına sahib olmayacağı ilə bağlı öhdəlikləri qəbul etmiş qismində çıxış edir. Amma hər bir halda 67-ci ilə qədər nüvəyə sahib olan, nüvə proqramına sahib olan dövlətlərə olan münasibət başqadır. 67-ci ildən sonra bu proqrama sahib olan, nüvə başlıqlarına sahib olan dövlətlər, nüvə dövlətləri ki, potensial nüvə dövlətləri kimi xarakterizə edirik. İsraildir, Şimali Koreyadır, Pakistandır və Hindistandır. Ümumiyyətlə, onların da fəaliyyətinə qismən nəzarət edən qurum məsələ MAGATE-dir. Və bu istiqamətdə hər hansısa bir ola biləcək addımlara MAGATE-nin nəzarət etməsi ilə bağlı funksionallıq bütün dünya dövlətləri tərəfindən qəbul edilib. İran da burada daxildir. Və ona görə də İranın bu kateqoriyada hər hansısa bir formada əməkdaşlıqdan imtina etməsi əslində onunla bağlı olan ittihamları qəbul etməsi deməkdir. Yəni, bu dinc məqsədlər üçün deyil və İran konkret olaraq nüvə başlıqlarını təhdid olaraq formalaşdırmağa çalışır və düşünmürəm ki, İran bu ittihamları da qəbul edə biləcək bir yanaşmada olsun. Çünki atılan addımlar gizli xarakterlidir. Açıq bəyanatlarda biz hər zaman uran zənginləşdirilməsinin dinc məqsədlər üçün həyata keçirildiyini, İranın heç bir halda başqa bir dövlətlərə təhdid formalaşdırılmadığını iddia etdiyini görmüşük. Aytən xanım, son bir dəqiqəmiz var. Önəmli məqamdır deyə istəyirəm, amma qısa da cavab istəyəcəm sizdə Moskvadakı görüşlə bağlı. Çünki bugün İran nümayəndəsi gedib Moskvaya. Bu məsələ böyük ehtimalla orada müzakirə olunacaq. Çünki Rusiya da görünür ki, elə regionda olmaq istəyir. Nə diktə oluna bilər İrana? Daha əvvəldə də qeyd etdiyim kimi düşünürəm ki, növbəti bir sazişdə, Qərb ilə Amerika Birləşmiş Ştatları ilə ola biləcək sazişdə Rusiyanın da iştirakı İran və Rusiyanın ortaq bir mövqeyi kimi təqdim oluna bilər. Çünki burada Rusiyanın iştirakı İran üçün bir təhlükəsizlik zəmanəti xarakteri daşıya bilər ki, daha əvvəlki dövrlərdə istər Ukrayna modelində, istər Liviya modelində biz Qərbin təhlükəsizlik zəmanətini görmüşdük və bunların uğursuz modeli İran üçün qəbul edilən deyil. Bu istiqamətdə Rusiyanın hər hansısa bir təhlükəsizlik zəmanəti İran tərəfindən də təqdim olunan bir yanaşma ola bilər. Təşəkkür edirəm. Çox sağ olun Aytən xanım. Minnətdaram sizə. Həm söhbətimiz siyasi şərhçi Aytən Qurbanova idi. Birləşmiş Ştatlarla İran arasında hansı ki aprelin 19-u üçün gözlənilən Maskat görüşü və digər tərəfdən gələn açıqlamalar da var. MAGATE-nin də marağı var. Birləşmiş Ştatların İrandan tələbi var ki, siz indiyə qədər ələ keçirdiyiniz, daha doğrusu zənginləşdirdiyiniz o uran elementlərini məhz üçüncü bir ölkəyə, Rusiyaya təhvil verməlisiniz. İran bunda nə qədər maraqlı idi, bunu bir qədər müzakirə etməyə çalışdıq. Siyasi mövzuları müzakirə etdik deyə düşünürəm kifayət qədər. Keçək biraz da
da sosial mövzulara, çünki önəmli məqamlarımız var. Qısa olaraq bir xəbər təqdim edim ki, nədən danışacağıq? Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmində son illər artımlar qeydə alınmaqla yanaşı, nağdsız ödənişlərə də bir marağın yüksəlməsini biz müşahidə edirik. Bu da bir növ biznes dövriyyəsinin daha da şəffaflaşmasına xidmət eləyir. Amma burada ciddi bir məsələ də var. Nədir bu? Plastik kartlardan istifadə edəndə banklar tərəfindən yüksək komissiya haqlarının müəyyənləşdirilməsi məsələsidir ki, bu məsələ də sadəcə sahibkarlara yox, həm də istehlakçılara dolayı yolla təsir edir. Yəni, komissiya haqqı qiymətlərə də təsir göstərir. Bu önəmli bir məsələlərdən biridir deyə düşünürəm. Bəs yaxşı, bu problemi hansı formada həll edə bilərik? İşin peşəkarından istəyirəm bu məsələni soruşaq, müzakirə edək. Canlı bağlantıda olan qonağımız var. Milli Məclisin üzvü Vüqar Bayramov həmsöhbətimiz olacaq. Salamlayıram sizi Vüqar bəy. Salam, hər vaxtınız xeyir. Vüqar bəy, hazırda banklarda nağdsız ödəniş məbləğində komissiya haqqı neçə faizdir? Təbii ki, yəni qeyd etdiyiniz kimi, əslində bugün post terminallardan istifadə ilə bağlı bankların müəyyənləşdirdiyi komissiya haqlarının yüksək olması nəticə etibarı ilə bir tərəfdən istehlak qiymətlərinə, bir tərəfdən isə xüsusən kiçik orta sahibkarlığa verilən sifarişlərə təsir göstərir. Və sizin sualınızı konkret olaraq cavablandırsa, hazırda təxminən 14-18% arası dəyişir. Yəni burada nəzərə alsaq ki, post terminallarda bankların sayı çox deyil. Adətən bir neçə bank post terminallarından həm satış, həm xidmət obyektləri daha çox istifadə edirlər. Nəticədə eyni zamanda burada, məsələn, əgər bir bankın kartıdırsa, həmin satış, yəni həmin mağazada post terminal başqa banka məxsusdursa, o halda artıq daha yüksək komisyon haqqı tutulur. Nəticədə bunu gətirib çıxarır ki, yəni nəzərə alsaq ki, bizim qiymətləndirmələr göstərir ki, orta komisyon haqqı 1.5%-dir. Yəni qeyd etdiyimiz kimi 1.4-1.8% arası dəyişir. Amma xüsusən nəzərə alsaq ki, xidmət sektorunda və o cümlədən iri mağazalarda mənfəət marjı yüksək deyil, hətta bəzi hallarda 1% ətrafında dəyişir. O demək ki, əslində biz ümumən baxsaq, təbii ki, banklar tərəfindən müəyyənləşdirilmiş komissiya haqları hətta bəzi hallarda mağazaların mənfəət normasından belə yüksəkdir. Bəs ümumiyyətcə post terminallara görə, yəni bu xidmətə görə il ərzində nə qədər qazanır banklar, Vüqar bəy? Qeyd etdiyiniz kimi, pərakəndə ticarət dövriyyəsində artımlar var. Pərakəndə ticarət dövriyyəsi ötən il təxminən 4% artıb, 62,2 milyard manata çatıb. Eyni zamanda plastik kartdan istifadə etməklə alış-verişin həcmində də artımlar var. Ötən il bu rəqəm 24,5% olub, daha doğrusu milyard manat olub, 25 milyard manata yaxın olub və əvvəlki illərin müqayisədə təbii ki, artımlar qeydə alınıb. Bunun fərqli səbəbləri var. Bir tərəfdən plastik kartların sayında artımları var və plastik kartların sayının artması nəticə etibarı ilə vətəndaşlarımızın daha çox plastik kartdan istifadə etməsinə gətirib çıxarıb. Eyni zamanda əgər əvvəllər əmək haqları nağd şəkildə ödənilə bilirsə, artıq yeni mövcud qanunvericiliyə əsasən əmək haqlar da, maaşlar da plastik kartlar vasitəsilə ödənilir. Bu da təbii ki, həm debet, həm də kredit plastik kartların sayının artmasına gətirib çıxarır. Eyni zamanda bildiyiniz kimi, plastik kartlarla ödəniş edən zaman əlavə dəyər vergisində ƏDV geri al mexanizmə uyğun olaraq vətəndaş ödədiyi əlavə dəyər vergisinin bir hissəsini geri ala bilir. Bu da təbii ki, plastik kartların istifadə ilə bağlı bir stimul yaradır, təşviq edir və xüsusən nəzərə alsaq ki, son illər ƏDV geri al mexanizmi çərçivəsində yarım milyard manatdan artıq ödəniş edilib, yəni vətəndaşlara ödədiyi əlavə dəyər vergisinə görə vəsait qaytarır. Bu da təbii ki, plastik kartlardan istifadəni stimullaşdırır və nəticədə biz təxminən 25 milyard manata yaxın nağdsız dövriyyəni müşahidə edirik. Amma burada
Burada Vüqar bəy, çox üzr istəyirəm, sözünüzü kəsirəm. Düzdür, o əlavə dəyər vergisinin geri qaytarılması önəmlidir və stimullaşdırır deyirsiniz kartdan istifadəni. Ancaq az öncə sadaladığımız o məqam, yəni oradakı faiz göstəricisi komissiya haqqı daha çoxdur nəzərə alsaq. Onda belə çıxır ki, həm mikro, həm də kiçik sahibkarlar üçün bu heç də ürək açan bir vəziyyət deyil. Nəzərə alsaq ki, o da məhsulların qiymətinə təsir edir, elə istehlakçılar üçün də heç bir xoş olmayan bir məqamlardır deyə bilərik. Bəs yaxşı, bu qədər xərc artdığı müddətcə sizcə nağdsız ödənişlərə, kartla ödənişlərə sahibkarların da marağı azalmırmı və ya azalıbsa da bunu stimullaşdırmaq üçün nə edə bilərik? Ümumiyyətlə bizim qiymətləndirmələri göstərir ki, komisyon haqlarına görə, yəni postterminaldan istifadə ilə bağlı komisyon haqlarına görə bankların illik qazancı təxminən 368 milyon manata yaxındır. Yəni kifayət qədər böyük bir rəqəmdir və bu da təbii ki, komisyon haqlarının üyesi olması ilə bağlıdır. Və sözlə nəzərə alsaq ki, Avropa İttifaqı, o cümlədən Amerika Birləşmiş Ştatlarında komisyon haqlarının maksimum faizi və ya məbləği limitləşdirilib və bu da ona imkan yaradır ki, məhz həmin ölkələrdə və eyni zamanda digər inkişaf etmiş ölkələrdə komisyon haqlarının faizi yüksək deyil. Və sözsüz, komisyon haqlarının yüksək olması biznes üçün əlavə xərcdir. Biznesdə təbii ki, həmin xərci mayə dəyərinə daxil edir və mayə dəyərinə daxil etdiyi üçün bu istehlak qiymətlərinə təsir göstərir. Çünki nəticə etibarilə biznesin xərci artırsa, biznes məhsulları daha baha satmaq məcburiyyətində qalır. Eyni zamanda mikro və kiçik sahibkarlara sifarişlər verən zaman həmin xərci praktik olaraq mikro və kiçik sahibkarlara transfer edir. Bu baxımdan komisyon haqlarının yüksək olması həm istehlak qiymətlərinə, həm də təbii ki, mikro və kiçik sahibkarların sifarişlərinə birbaşa təsir göstərir. O baxımdan təbii ki, arzu olunan deyil. Biznesin maraqlı olub-olmaması, əslində, təbii ki, şəffaf işləməkdə maraqlı olan biznes plastik kartlarla və ya nağdsız dövriyyə ilə əməliyyatların aparılmasında maraqlı olmalıdır. Çünki nəticə etibarilə əgər prosesin şəffaflaşmasından gedirsə, o zaman təbii ki, biznes maraqlı olmalıdır. Amma sözsüz biznesin təşviq edilməsinə ehtiyac var. Yəni, digər tərəfdən reallıq da bundan ibarət əgər vətəndaş plastik kartdan istifadə etmək istəyirsə, təbii ki, biznes, satış mağazalar və ya obyektləri, supermarketlər həmin plastik kartı qəbul etməlidir. Çünki bu vətəndaşın istehlakçının ödəniş hüququdur. Amma təbii ki, burada xərcin azaldılması və optimallaşdırılması çox önəmlidir. Ona görə komisyon haqlarının optimallaşdırılmasına ehtiyac var ki, komisyon haqları biznes üçün ciddi əlavə xərclər yaratmasın. Və o baxımdan təbii ki, biz bir tərəfdən Mərkəzi Bank tərəfindən komisyon haqlarının optimallaşdırılması ilə bağlı xüsusən də müəyyən məhdudiyyətlərin, faiz məhdudiyyətlərinin tətbiq edilməsini təklif edirik. Məsələn, Avropa İttifaqında və ya Amerika Birləşmiş Ştatlarında olduğu kimi bu nəticə etibarilə kommersiya bankları tərəfindən yüksək komisyon haqları müəyyənləşdirməsinin qarşısını ala bilər. Eyni zamanda yeni ölkə daxili interchange mexanizmi yaradılmasını təklif edilir. Çünki interchange mexanizmi yaradılması ölkə daxili nəticədə banklar üçün də xərclərin azalmasına gətirib çıxara bilər və təbii ki, banklar üçün xərclərin azalması bankların təklif etdiyi komisyon haqlarının da faizinin aşağı düşməsinə gətirib çıxara bilər. O baxımdan bu istiqamətdə sistemli fəaliyyətlərin genişləndirməsinə ehtiyac var. Çünki nəticə etibarilə həm qeyd etdiyimiz kimi müəyyən inkişaf etmiş ölkələrdə olduğu kimi müəyyən faiz limitlərinin və ya maksimum faizlərin müəyyənləşdirilməsi komisyon haqlarının optimallaşdırılmasını və aşağı düşməsinə gətirib çıxara bilər. Daxili interchange sisteminin formalaşması bankların xərclərinin azalmasına gətirib çıxara bilər. Bu da təbii ki, nəticə etibarən bankların daha aşağı faizli komisyon haqları müəyyənləşdirməsinə səbəb ola bilər. Amma bütünlükdə mövcud vəziyyəti qiymətləndirsək, təbii ki, komisyon haqları yüksəkdir və komisyon haqlarının yüksək olması biznes üçün əlavə xərc yaradır və təbii ki, biznesdə əlavə xərci əslində sizin qeyd etdiyiniz kimi istehlakçıya transfer edir. Çünki biznes yaranan xərci mayə dəyərinə daxil edir və mayə dəyərinə daxil etdikdə isə təbii ki, onun satdığı məhsul göstərdiyi xidmətin qiyməti
Təşəkkür eləyirəm sizə Vüqar bəy. Minnətdaram bizi bu məsələdə aydınlatdığınız üçün. Canlı bağlantıda Milli Məclisin üzvü Vüqar Bayramov idi. Hansı ki, kartlardan, post terminallardan istifadə zamanı orada komissiya haqqının yüksək olması ilə bağlı bir məqam var ki, bu da avtomatik olaraq həm sahibkarlara, həm də istehlakçılara təsir göstərir. Bunu hansı formada biz tənzimləyə bilərik ki, hər iki tərəf də qazançlı çıxsın deyə Vüqar bəy bunu bir növ bizə izah etməyə çalışdı. Bu arada önəmli məlumatlarımız var, sizlə bölüşmək istəyirəm. Bugün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib və o dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını da etiraf eləyib. Belə, digər bir xəbərimizi istəyirəm sizlə bölüşüm. Bildiyiniz kimi tam, yəni 11 illik orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub və Dövlət İmtahan Mərkəzi bu barədə məlumat verib ki, imtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstəriblər. Bu arada təbrik edirik həmin şagirdlərimizi də. Keçək digər bir məlumatımızı sizə təqdim edim. Birinci rübdə sosial müavinət və prezidentin aylıq təqaüdünü alan şəxslərin sayı da məlum olub. Görək onların sayı neçədir? Bu barədə əməkdaşımız Fidan Mədətova informasiyanı bizdən bölüşəcək. Fidan, salamlayıram səni. Qısa bir məlumatı mən təqdim etdim. Buyur, eşidirik səni. Salam Aynur, hər vaxtınız xeyir olsun. Beləsində müəyyən qədər məlumatı verdiniz. Ölkədə sosial siyasət çərçivəsində həyata keçirilən tədbirlər daimi olaraq davam eləməkdədir və bu istiqamətdə aidiyyatı qurumlar da öz işlərini həyata keçirməyə davam eləyirlər və bunlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Daha doğrusu Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan bəzi açıqlamalar var. Bunlarla bağlı olan detalları sizlə bölüşmək istəyirəm. Cari ilin birinci rübündə, yəni bu ilin birinci rübündə vətəndaşlara ödənilən sosial müavinətlərin eyni zamanda prezident təqaüdünün məbləği də açıqlanıb və nə qədər şəxsə verildiyi də açıqlanıb. Bununla bağlı olan statistik rəqəmləri sizlə bölüşəcəm. Belə ki, bu ilin birinci rübündə 475 min nəfərə sosial müavinət, 402 min nəfərə isə prezident təqaüdü verilib, ödənilib. Məbləğə gəldikdə isə həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 275 milyon manat, prezident təqaüdləri üzrə isə 173 milyon manat ödənildiyi ilə bağlı məlumatlar var. Eyni zamanda yanvar-mart aylarında 39 min, sosial ödənişlərin elektron qaydada həyata keçirilməsinə başlanıldığı dövrdən bəri isə söhbət 2019-cu ildən gedir. Məlum olduğu üzrə 2019-cu ildən bəri artıq elektron qaydada həmin ödənişlər həyata keçirilir. E-sistem üzərindən proaktiv qaydada ödənişlərin həyata keçirilməsi prosesinə başlanılıb. Həmin dövrdən bugünə qədər olan statistik rəqəmlər də açıqlanıb. Bununla bağlı olan detala toxunduqda isə qeyd edəcəyik ki, 761 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən ödənilib. Yəni elektron sistem üzərindən ödənişlər proaktiv qaydada həyata keçirilib. Mənim sizlə hazırda bölüşdüyüm informasiyalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun açıqlamaları idi ki, hansı ki, məhz belə deyək, nə qədər şəxsə prezident təqaüdünün ödənildiyi ilə bağlı, nə qədər vətəndaşa isə məhz sosial müavinətlərin ödənildiyi ilə bağlı olan həm məbləğin göstəriciləri, eyni zamanda şəxslərin, vətəndaşların sayı ilə bağlı statistik rəqəmlər var idi. Əldə elədiyim son informasiyaları sizlə bölüşməyə çalışdım. Aynur, mənim çatdıracaqlarım bu qədər idi. Təşəkkür edirəm. Minnətdaram sənə Fidan. Məlumatı bizimlə tamaşaçılarımızla bölüşdüyün üçün keçək istəyirəm. Digər bir önəmli məqam da var, hansı ki, əlverişsiz hava ilə bağlı olaraq bir məsələ var idi. Onunla bağlı müraciət də oldu. Bir qədər sonra həmin informasiyanı sizə geniş şəkildə əməkdaşımız sayəsində təqdim etməyə çalışacağıq. Görək həmin ərəfədə məhz əlverişsiz hava ilə bağlı olaraq neçə nəfər müraciət edib təcrid tibbi yardıma. Bunu bir qədər sonra sizə çatdıracağım. Ancaq digər önəmli məsələni istəyirəm sizə təqdim edək. Belə ki, Akta yenə monitorinq həyata keçirib və bu dəfə də Sabunçuda süd məhsullarının istehsalı müəssisəsində həyata keçirilib bu proses və nöqsanlar aşkarlanıb. Bununla bağlı da təbii ki, müvafiq addımlar atılıb. Görək bu hansı müəssisədir, ümumiyyətcə nöqsanlar nədən ibarətdir və buna qarşılıq olaraq hansı tədbirlər görülüb. Hazırda canlı bağlantıda olan qonağımız var. Həm söhbətimiz Aktanın Bakı Regional Bölməsinin rəisi Elşad Cəbrailov olacaq.
Salamlayıram sizə Elşad bəy. Salam, hər vaxtınız xeyir olsun. Elşad bəy, ilkin olaraq istəyirəm aşkarlanan nöqsandan biraz danışaq. Daha sonra digər görülən işlərə də toxunarıq. Ərazi olaraq düzdür, mən qeyd etdim ancaq hansı müəssisədir, hansı nöqsanlar aşkarlanıb? Təşəkkür edirəm. Bəli, qeyd etdiyiniz kimi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daxil olan şikayət əsasında fiziki şəxs Hüseynov Ağasyan Kamil oğlundan məxsus süd emalı müəssisəsində plankenar yoxlama həyata keçirilib. Yoxlama zamanı müəssisədə istehsal olunan məhsulların etiketlənməsi, temperatur rejiminin pozulması, o cümlədən obyektin özünün sanitar texniki və sanitar gigiyenik vəziyyətində bir sıra nöqsanların olduğu müəyyənləşdirilmişdir. Müəssisədə əsasən bizim ERA əmtənin nişanlı süd məhsulları istehsal olunur. Müəssisədə eyni zamanda qablaşdırma materiallarının açıq şəraitdə obyektin giriş hissəsində antisanitar vəziyyətdə saxlanıldığı aşkar olunmuşdur. Eyni zamanda etiketlənmə ilə bağlı tələbin pozulduğu, belə ki, istehsal olunan tarix deyil, satışa təqdim olunan tarixin məhsulun etiket üzərində vurulduğu aşkar olunmuşdur. Ümumiyyətlə, istifadə olunan suyun qida məhsulundan hazırlanması, istifadə olunan suyun hər hansı filtrdən keçirilmədiyi, işçilərin tibbi müayinədən cəlb olunmadığı da aşkar olunub. Aşkar olunan bu nöqsanlarla bağlı Agentlik tərəfindən sahibkarsa barəsində inzibati xətalar məcəlləsinə uyğun olaraq protokol tərtib olunur. Məhsulların istehsalının dayandırılması ilə bağlı icrası məcburi göstərişlər verilmişdir. Bu arada Elşad bəy, düzdür, müəyyən monitorinq aparıbsınız bu müəssisədə və ona uyğun da tədbirlər görülüb, ancaq istəyirəm ağartı məhsulların istehsalı ilə bağlı digər hansı nöqsanlar var başqa müəssisələrdə, başqa bir yerlərdə, yəni onunla bağlı bir məlumatlı və təbii ki, statistikaları da istəyirəm sizdən öyrənək. Əlbəttə, Agentlik tərəfindən cari ilin 3 ay ərzində, birinci rübə ərzində 26 süd emalı müəssisəsində, burada həm kərə yağı və eyni zamanda pendir, ağartı, digər ağartı məhsulların istehsalını həyata keçirən müəssisələrdə yoxlamalar həyata keçirilib. Yoxlamalar zamanı da qeyd etdiyim kimi aşkar olunan nöqsanların dərəcəsindən asılı olaraq müvafiq inzibati tədbirlər həyata keçirilmişdir. Aşkar olunan nöqsanlar qeyd etdiyim kimi qida obyektinin sanitar texniki və sanitar gigiyenik vəziyyətinin qeyri-qanunsuz olması, qida məhsullarının saxlanılması ilə bağlı tələblərin pozulması, eyni zamanda qeydiyyata alınmadan qida obyektlərinin fəaliyyət göstərilməsi və digər nöqsanları qeyd edə bilərik. Aşkar olunan nöqsanlar ilə bağlı 2 istehsal müəssisəsinin fəaliyyəti dayandırılıb. Belə ki, aşkar olunan nöqsanların aradan qaldırıldığı günədək həmin müəssisələrin fəaliyyəti dayandırılıb. 7 istehsalçıya məxsus müəssisədə, obyektdə məhsulların satışının dayandırılması, qadağan edilməsi və dövrədən çıxarılması ilə bağlı icrası məcburi göstərişlər verilmişdir. Aşkar olunan ümumilikdə bu nəzarət tədbirləri zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ baxım tələblərinə uyğun olmayan 575 kiloqram və 737 litr süd məhsullarının məhv edilməsi barədə qərarlar qəbul edilmişdir. Təşəkkür edirəm sizə, Elşad bəy. Önəmli bir məqamdır, bizi məlumatlandırırsınız belə məsələlərlə bağlı. Canlı bağlantıda bir daha təqdim edim. Ağdanın Bakı regional bölməsinin rəisi Elşad Cəbrailov idi, hansı ki, Ağda yeni monitorinq həyata keçirdi. Süd məhsulları istehsal edən bəzi müəssisələrdə, onlardan biri də elə Sabunçuda olan müəssisə idi ki, onunla bağlı nöqsanlar aşkarlanıb, bu nöqsanların nədən ibarət olduğunu qeyd etdi və ona qarşı, həmin müəssisəyə qarşı hansı tədbirin görüldüyünü vurğuladı Elşad bəy. Bir qədər öncə hava şəraiti ilə bağlı bir məqamı sizə xatırlatdım ki, bəli, ötən gün kifayət qədər intensiv yağışlı və güclü küləkli bir havanı müşahidə edirdik və kifayət qədər də fəsadları müşahidə etdik. Məsələ hava şəraiti ilə əlaqədar olaraq da təcili tibbi yardıma müraciət edənlər olub. Onların sayı da 60 nəfərdir. Görək hazırda onların vəziyyəti necədir? Bu barədə ətraflı məlumatı bizə təqdim edəcək əməkdaşımız Nuranə İbrahimli canlı bağlantıda bizi gözləyir. Salamlayıram Nuranə səni. Mən az öncə qeyd etdim ki, təcili tibbi yardıma 60 nəfər müraciət edib hava şəraiti ilə bağlı olaraq. Vəziyyətləri necədir? Səndən eşidək.
Salam Aynur, xoş gördük səni. Dünənki yağışlı hava fonunda Şabran, Siyəzən və Ağsu rayonlarında vətəndaşlarımız təbibə müraciət ediblər. Əlbəttə ki, müraciətlərinə uyğun olaraq həmin əraziyə təcili tibbi yardım briqadaları göndərilib. Hazırda isə həmin vətəndaşların vəziyyəti necədir və nə qədər vətəndaş müraciət eləmişdi? Bütün bunlarla bağlı ətraflı məlumatı ilə təbibin departament rəhbəri Zamirə Ədilovadan almaq istəyirik. Zamirə xanım, xoş gördük sizi. Vətəndaşlarımız vəziyyəti hazırda nə yerdədir və ümumilikdə nə qədər vətəndaş müraciət eləmişdi? Bəli, sizin də qeyd etdiyiniz kimi kəskin hava şəraitinə əlaqədar digər qurumlar kimi təbib, eyni zamanda onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri, eləcə də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirilir və bu fəaliyyətin nəticəsidir ki, Respublikamızın ayrı-ayrı regionlarda baş verən təbii hadisələr fonunda tibb müəssisələrimizə müraciətlər qeydə alınıb. Təxminən 60-dan çox müraciət qeydə almışıq. Həmin müraciətlər üzrə yerində tibbi xidmət alma imkanları nəzərdən keçirilib və həmin şəxslər yerində tibbi xidmət göstərilib. 26 nəfər Siyəzən rayonu Həmiyə kəndi üzrə baş verən hadisə ilə əlaqədar tibb müəssisəmizə, yəni Siyəzən rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Həmin şəxslərdən 26 nəfər hazırda tibb müəssisəsinin aidiyyatı şöbəsində müalicə alır və vəziyyətləri kafi olaraq qiymətləndirilir, yəni vəziyyətlərinə uyğun olaraq müalicəsi davam etdiriləcək. Bundan əlavə, eyni zamanda Şabran rayonundan bir nəfərin müraciəti qeydə alınmışdı. Həmin şəxsə də rayon mərkəzi xəstəxanasına zəruri tibbi xidmət göstərilib və artıq ambulator müalicə üçün evə buraxılıb. Bilirsiniz ki, hava şəraitinə əlaqədar digər bir hadisə isə Ağsu rayonu üzrə qeydə alınmışdı. Ekskavatorun belə deyək, su selinin aparması nəticəsində baş verən hadisədə 3 nəfər şəxs müxtəlif dərəcəli xəsarət almışdı və bundan əlaqədar olaraq Şamaxı rayon mərkəzi xəstəxanasına təxliyə olunmuşdu. Həmin şəxslərin də hər birinə ilkin və daha ixtisaslı tibbi xidmətlər göstərilir və artıq 2 nəfər müalicəsini davam etdirilir, vəziyyətləri kafi olaraq qiymətləndirilir. Bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb. Qeyd etdiyimiz kimi, təbib rəhbərliyinin tapşırığı və qərarı ilə tibb müəssisələrimiz hazırda da iş fəaliyyətini belə deyim, gücləndirilmiş şəkildə davam etdirilir və müraciətlər üzrə əhalinin sağlamlığının qorunması istiqamətində zəruri xidmətlər bundan sonra da göstəriləcək. Çox sağ olun, təşəkkür edirik ətraflı məlumat üçün. Bir daha vurğulamaq istəyirik ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Respublikanın müxtəlif ərazilərində təbibə müraciətlər olmuşdu. Həmin vətəndaşların hazırda vəziyyəti nə yerdədir deyə ətraflı məlumatları çatdırdıq. Çatdıracaqlarımız bundan ibarətdir. Söz ötürürük xəbər mərkəzimizə. Minnətdaram sənə Nuranə, həmçinin müsahibinə də. Keçək biraz da siyasətdən danışaq. Birləşmiş Ştatlar Dövlət katibi Marco Rubio xarici ölkələrə ayrılan 215 milyon dollar qrantı ləğv edib. Siyahıda Ermənistanda yer alıb. Bu xüsusda İrəvanda həyata keçirilməsi planlaşdırılan dırnaqarası demokratik mədəniyyətin təşviqi adlı proqramın maliyyələşdirilməsi də ləğv edib. Ortada isə 2 milyon dollar vəsaitin itirilməsindən söhbət gedir. Mövcud durum iqtisadi cəhətdən Rusiyanın təsir dairəsindən çıxmağa çalışan Ermənistana necə təsir edəcək? Başqa hansı layihələrin ləğvindən söhbət açılır? İzləyək. Tramp administrasiyası xarici maliyyələşdirmə təşəbbüslərinin qarşısını almağa davam edir. Hədəf ölkələrin içərisində Ermənistan da yer alıb. Belə ki, Ağ Ev Ermənistanda həyata keçirilməsi planlaşdırılan Demokratik Mədəniyyətin Təşviqi adlı proqramın maliyyələşdirilməsini ləğv edib. Bu barədə məlumatı Birləşmiş Ştatlar Dövlət Effektivliyi Departamenti yayıb. Məlumata görə proqram üçün əvvəlcədən 2 milyon dollar vəsait ayrılıb. Lakin Birləşmiş Ştatlar rəsmiləri bu vəsaiti faydasız xərclər kateqoriyasına daxil edərək maliyyəni ləğv edib. Bununla əsas gətirilir ki, sözügedən proqramların fəaliyyəti administrasiyanın prioritetləri ilə uyğun gəlməyən QHT-ləri aktivləşdirir və onların maliyyələşməsinə şərait yaradır. Bilirsiniz ki, Trumpın sələfi olan Biden hakimiyyəti Ermənistanla müxtəlif formalarda əlaqələr qurub Ermənistana dəstək verirdi. Hətta bu Azərbaycana qarşı siyasətdə də belə idi. Hal-hazırda indi Ermənistana ayrılan 2 milyon vəsaitin kəsiləcəyi bilinir. Bu, yəni 2 milyon böyük rəqəm olmasa da, amma Ermənistan hakimiyyəti ilə, Ermənistan dövləti ilə Amerika dövləti arasında gələcəyə doğru ziddiyyətli fikirlərin formalaşacağı və yaxud da Biden dövründə formalaşmış bir çox əlaqələrin kəsiləcəyini göstərir. Araşdırmalara görə İrəvan cəmiyyətində müxtəlif institutlar təkcə Birləşmiş Ştatlardan deyil, müxtəlif qərb dairələrindən çoxsaylı qanunsuz qrant yardımlar əldə edir. Ekspertlər deyirlər ki, ayrı-ayrı Avropa fondlarından davamlı şəkildə maliyyə vəsaitləri əldə edən Ermənistan üçün Trump administrasiyasının qərarı maliyyə sisteminə ciddi zərbədir.
Üstəlik, iqtisadi cəhətdən Rusiyanın təsir dairəsindən çıxmağa çalışdığı dönəmdə maneələrlə qarşılaşacağı istisna edilmir. Elə araşdırmalar da göstərir ki, Ermənistanın iqtisadiyyatı əsasən Avrasiya İqtisadi İttifaqından gələn mənfəətlər hesabına, digər tərəfdən də qərb dairələrindən gələn qrant yardımlarla formalaşdırılır. Elə şərhçilər Ermənistanın iki yol ayrıcında qalmasının əsas səbəbini də bu amillə əlaqələndirirlər. Baxmayaraq ki, indi dayandırılan məbləğ, yəni söhbət 2 milyon dollar vəsaitdən gedir. Ümumilikdə götürəndə Ermənistan üçün elə də böyük məbləğ olmasa da, amma Ermənistanın adının bu kimi siyahılarda olması digər donor təşkilatların da növbəti mərhələdə Ermənistana qrant yardımını dayandırmasına gətirib çıxara bilər. Qeyd edək ki, dövlət katibi Marco Rubio'nun sözü gedən qərarına digər ölkələrdə planlaşdırılan bir neçə layihə də daxil edilib. Braziliyada internetin parçalanmasının qarşısının alınması, Qırğızistanda vətəndaş cəmiyyətinin davamlılığı və uyğunlaşma qabiliyyəti proqramları da bu sıradadır. Ümumiyyətlə, Trump administrasiyası Böyük Britaniya, Moldova, Braziliya və digər ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan 215 milyon dollar dəyərində qrantların maliyyəsini dayandırıb. Bütün bu layihələr Birləşmiş Ştatlar vergi ödəyicilərinin pullarının qeyri-effektiv istifadəsi kimi qiymətləndirilib. Belə, bugünlük iş vaxtında burada yekunlaşdıraq, ancaq həm siyasi, həm də sosial məsələlərin təhlilini izləmək istəyirsinizsə, sabah eyni saatda Ayrı 24-ün xəbər mərkəzində iş vaxtında görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın. Hələlik.